Körpəni hansı oyunlarla inkişaf etdirmək olar? Mən məişət əşyalarından istifadə olunan oyunları çox tövsiyə edirəm. Bu cür oyunlarla uşaq həm real dünyanı görməyi öyrənəcək, həm də ev işlərinə daha tez qoşulub bacardığı qədər kömək edə biləcək. Adətən uşaqlar anası ilə birlikdə paltariyanı boşaltmağı, fəmil yoğurmağı, masadan qırıntıları yığışdırmağı, yəni ana nə edirsə, o işləri görməyi sevirlər. Bu anda körpə özünü vacib böyüklərin işlərinə aid hiss edir. Bəli, bu vaxt anaya heç də asan olmur, amma belə oyun şəklində o, uşağa həqiqətən vacib olan şeyləri öyrədə bilər. Məsləhət görürəm ki, evin hər bir hissəsində uşağın dünyanı öyrənə biləcəyi təhlükəsiz yerlər ayırasınız. Vanna otağında daraqlar olan kosmetik çantam, mətbəxdə qazanların olduğu şkaf, yataq otağında isə yataq dəstləri. Körpə ilə oynayın, əlimizdə olan vasitələrdən istifadə edin, fantaziyanızı işə salın və ona təsəvvür üçün geniş imkanlar yaradın. Bu təkcə inkişaf yox, həm də xoşbəxt bir xatirə olacaq.